2026-cı il Green Card qaliblərinə bomba kimi xəbərimiz var. Belə ki, Dövlət Departamentinin qəbul etdiyi qanuna görə 2025-ci il noyabrın 1-dən etibarən Green Card, eləcə də digər immiqrasiya viza müraciətçiləri yaşadıkları ölkədə müsahibəyə girə bilərlər. Bu nə deməkdir? Yəni, əgər əvvəl, məsələn, mən Green Card qalibi idim və mən getdim müsahibə üçün Gürcüstana, amma artıq buna ehtiyac olmayacaq. Çünki Azərbaycanda fəaliyyət göstərən səfirlik var və Green Card qalibləri artıq Gürcüstana deyil, Azərbaycanda fəaliyyət göstərən səfirliyə, müsahibəyə girə bilərlər. Bu nəyə görə yaxşıdır? Həm maddi baxımından qənaət eləmiş olacaqsınız, həm də vaxt baxımından qabağa düşəcəksiniz. Yəni, əgər siz may ayında qalib olacaqsınızsa, artıq Tiflisə getməyə ehtiyac olmayacaq. Eləcə, Bakıda fəaliyyət göstərən səfirlikdə müsahibəyə girəcəksiniz. Bir şey də deyim, kim ki deyir ki, ay bu səhv xəbərdir, bunun mənbəyi haradır? Həmin şəxslər üçün də storydə xəbərin mənbəyi ilə bağlı paylaşım eləyəcəm.